Həftəlik bürcülər, qoçlar, şirlər, oxatanlar 8 iyuldan 15 iyula doğru nələr gözləyir? Qoçlardan başlasaq, qoçlar bu həftə bir balaca belə deyim də parçalanma həftəsidir. Həm sağlamlığınızla bağlı, həm şəxsiyyətlə əlaqədar elə bir puzzle'ları yığacaqsınız. Bir də görəcəksiniz ki, hər şey boşluğa gedir, hər şey uçuruma gedir. Stabillik qura biləcəyiniz bir vəziyyəti görmürəm gələcəyə doğru. Çünki elə bir gizlətdiyiniz bəzi nüanslar ortaya çıxacaq. Özünüzlə əlaqədar nəyə yarımçıq qoymusunuz, hamısı aktivləşəcək. Nəyə ümidsiz formada saxlamısınız, onlar hamısı önünüzə gələcək. Siz necə elə bir ki, evren sizin bütün narahatçılıqlarınızı, bütün problemləriniz nədirsə, hamısını ona çəkəcək, önə çəkəcək və göstərəcək ki, sənin bu qoyduğun boşluqların həll olma zamanıdır. Burada əsəbiyyətiniz normadan çox olacaq, gizlənmiş bəzi nüanslar olacaq, maddisal problemləriniz nəysə üzürlü sayın. Maddisal problemləriniz nəysə hamısı önə çıxacaq. Başqa bir qadınla qoçlar həftənin sonlarına doğru mübahisə, stres, əsəbiyyətiniz olacaq. Elə bir dəngəni düzgün formada apara bilməyəcəksiniz. Hər şeyi yarımçıq formada yanaşacaqsınız. Bacardığınız qədər həftənin sonlarına doğru iş, pul, maddiyatla əlaqədar dövriyyəni, iş, pul, maddiyatla əlaqədar gedişatınızı sağlam formada aparmağa məsləhət görürəm. Çünki bu gedişat normal gedişat deyil. Enerjiləriniz yarımçıqdır, addımlarınız zamana doğru boşluqdadır. Yəni dəngəli formada dayandığınızı mən ümumi gedişat olaraq görmədim. Bunu düzəltməsiz, stabil olaraq bacarığınızı bərpa edəcəksiniz, amma mənə lazım olan güclü şəkildə dayanmağınızı açıq-aşkar hiss eləmirəm. Bunu ciddi şəkildə düzəltməlisiniz. Çünki əsəbiyyət yaşayacağınız bu həftə çox kritik olacaq. Ümumi belə deyim də sizin enerjiniz 64%-ə qədər uğurlu edə bilsəz böyük şeydir. Şirlərə gələndə şirlər bu həftə mən varam, mən bacarıram, mən edərəm kimi nüansları geri qoyursunuz. Mən heç nə bacarmıram, mən heç nə etmirəm. Kölgəyə keçirsiniz. Bu həftə bəzi insanların layiq olduğu cavabları, bəzi insanlarla layiq olduğu yeri göstərmək çox mükəmməl şəkildə bacaracaqsınız şirlər. Nə qorxularınız varsa hamısının öhdəsindən gələcəksiniz. Bu həftə stabillik quracaqsınız, sosiallığınız çox olacaq. İnsanlar sizi çox güclü görəcək. Sizdən insanlar belə deyim də bütövləşməyə çalışacaqlar. Bu həftə dəyərli olduğunuzu ətrafa və insanlara mükəmməl şəkildə bildirəcəksiniz və insanlar sizə həqiqi mənada dəyər verməyə başlayacaqlar. Tam istədiyiniz maddiyatı stabilləşdirəcəyiniz bir həftədir. Yəni alın-verim, dəngəviz, mədaxil, məxaric olaraq şirlər bunu bacaracaqsınız. Mənə narahat edən bir məqam məqam nədir? Üzürlü sayın. Mədədən başlayaraq ayağa doğru bütün narahatçılıqlarınız, belə deyim də, ayaqlarınızda, ayaq altılarınızda, sinir olaraq qollarınızda, çiyin hissələrinizdə olan narahatçılıqlarınız şirlər çoxdur. Bunları düzəldə bilsəz, ümumi sağlamlıq olaraq ümumi enerjinizi stabilləşdirə bilərsiniz. Dəyərləndirə bilsək, bəli, pis həftə deyil, çünki evren şanslar açacaq ki, bəli, səhvlər edirsən, amma 3 səhv belə deyim də, bir düz aparır, amma yenə də burada qane olacaq vəziyyət sizdədir. Dəyərləndirsək, 78-79%-ə qədər uğurlu edə bilərsiniz. Çünki gücünüz, enerjiniz çoxdur və oxatanlara gələndə. Oxatanlar bu həftə o qədər üzərinizdə nəfs var ki, insanlar elə bir sizi yiyəcəklər. Şans olaraq, uğur olaraq, güc olaraq o qədər qibd eləyəcəklər ki, yəni həqiqi mənada düşüş yaşaya bilərsiniz. Nəfs olaraq uçuruma gedə bilərsiniz. Sizi insanlar nəfs olaraq zəiflədə bilərlər. Ya blokajlar qoyun, ya özünüzü düzəltməyə çalışın. Çünki bu həftə müdrik, ağıllı, güclü olduğunuz insanlar görəcək və qibd eləyəcəklər. İkiləmli qərarlarınız, beyin düşüncə olaraq məntiq oyunlarınız, pul maddiyatla əlaqədar gözəl idarəniz, pula maddiyata doğru olan şöhrətiniz insanlarda belə deyim də əsəbiyyət, stres, narahatçılıq yaradacaq və bu birə sizin maddisal gücünüzü zəiflədəcək. Emosionallığınız çoxdur. Yeni tanışlıq istəyən insanlar münasibət olaraq yeni tanışlığa başlayan bir məqamlarınız olacaq, amma nəfs ağırlıqlardan özünüzü təmizləməsi. Çünki həftənin sonlarına doğru həm enerjiniz, sağlamlığınız düşəcək, həm şansınızı yeməyə çalışıb, blokajlar yaratmağa çalışacaqlar, amma gözəl həftədir. 87-86%-ə qədər uğurlu edə bilərsiniz oxatanlar. İnsanlarla bu həftə dərk eləyəcəksiniz ki, çox şey deməyə dəyməz. İnsanlardan hər şeyi gizlətmək, məntiq olaraq, düşüncə olaraq boşluqda saxlamanın vacib olduğunu özünüzdə hiss edəcəksiniz və uğurlu bir həftədir oxatanlar.